Hamıya salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə çox fərqli və olduqca dadlı qaymaqlı göbələkli aş resepti paylaşacağıq. Əslində bu yeməyi evdə olan ərzaqlarla tam plansız şəkildə hazırladıq. Biz də bu resepti ilk dəfə sınayırdıq. Amma nəticə o qədər ləzzətli alındı ki, mütləq sizinlə də paylaşmaq istədik. İndi isə keçək hazırlanmasına. İlk olaraq əvvəlcədən doğradığımız 2-3 ədəd orta boy soğanı qazana əlavə edib bir qədər yağda qovururuq. Daha sonra əvvəlcədən doğradığımız göbələkləri əlavə edirik. Göbələyi zövqünüzə görə daha çox və ya daha az istifadə edə bilərsiniz. Yaxşıca qarışdırırıq və göbələklə soğanın birlikdə 1 neçə dəqiqə qovrulmasına imkan veririk. Sonra üzərinə doğranmış döş əti əlavə edirik. İstəsəniz döş ətindən istifadə etməyə də bilərsiniz. Sonrasında üzərinə zövqə görə duz və istiot əlavə edib bütün ərzaqları yaxşıca qarışdırırıq. Ardınca əvvəlcədən yaxşıca yuyub süzdüyümüz 800 qram yumru düyünü qazana əlavə edirik və digər ərzaqlarla birlikdə bir neçə dəqiqə qovururuq. Gördüyünüz kimi düyü qovrularkən cızıltı səsləri gəlir. Düyünü əvvəlcədən qovurduqda bişdikdən sonra daha dən-dən və ləzzətli olur. İndi isə üzərinə 6 stəkan su əlavə edib yaxşıca qarışdırırıq. Qazanın qapağını örtürük və suyun qaynamasını gözləyirik. Su qaynadıqdan sonra ocağın altını azaldırıq və zəif odda bişməyə qoyuruq. Ara sıra qazanın qapağını açaraq düyünün bişib-bişmədiyini və suyun tam çəkilib-çəkilmədiyini yoxlayırıq. Düyü tam bişdikdən sonra üzərinə 2 paket qaymaq əlavə edirik. Bizim evdə yalnız 1 paket qaymaq var idi, amma sizə 2 paket istifadə etməyi məsləhət görürük. Bu zaman yeməyin teksturası daha yumşaq və kremli olur. Qaymaq düyü ilə tam qarışana qədər yaxşıca qarışdırırıq və budur, qaymaqlı göbələk aşımız artıq hazırdır. Biz bu yeməyin dadını həqiqətən çox bəyəndik. Həm çox fərqli reseptdir, həm də hazırlanması olduqca asandır. Ümid edirik ki, siz də bu resepti bəyəndiniz və sınayacaqsınız. Əgər videonu bəyəndinizsə və belə videoların daha çox gəlməyini istəyirsinizsə, videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və rəylər bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.